Ümumiyyətlə dost dostdan, yəni tam dostluq eləyəndə zaten hər bir sirrini bölüşür, qəlbini açır. Yəni insanlıqda Tolik demiş, ağlayarıq, gülərik. Amma bu o demək deyil ki, biz bir-birimizi vura bilərik, bir-birimizə qarşı, bir-birimizin yanında. Ne ola bilər ki, sinanın çıxasan? Yox, elə bir şeylərimiz əsla ola bilməz. Bizim deyim ki, böyük bir gözü kölgəliyimiz var bir-birimizin yanında. Yox, amma sirlərimiz var, xırda bir-birimizə danışdığımız şəxsi məsələlərimiz. Ürəklərdə qeybət səbrlərimizi istəmişsiniz, kimlərisə. Yəni, öz aramızda danışdığımız xanımlarıq. Buna bax, gəlin bir də özün böyük adamsın. Amma heç vaxt, mən bu sözü sevmirəm, amma yenə deyirəm, biz bir-birimizi heç vaxt satmarıq. Nə Zeynəb Türkanı, nə Türkan məni, nə mən. Əslində ad çəkmək istəmirdim, siz çəkdiniz deyə. Yəni, düzdür, heç kimin yanında nə qaranlıq şivar, nə gözü gəlmişdir. Çünki sən dedin, yetərdir. Yetər, hə. Çünki çox agresiv çıxış eləmişdi, ona görə mən elə emosiyalarla cavab verdim. İstəmirəm bu mövzu uzansın. Heç kimin yanında gözü kölgəli bir hərəkəti yoxdur, amma amması var. Biz bir-birimizi heç vaxt satmarıq. Küsəndə də insan gələr mərkəsinə küsə.